Bizdən çox soruşurlar ki, ədəbiyyatı nədən öyrənək, nədən oxuyaq, yəni hardan öyrənək düzgün sual deyil. Nədən oxuyaq, nədən öyrənək, necə hazırlaşaq? Bütün bu sualları təbii ki, həm müəllimlər soruşurlar MİQ imtahanı üçün, həm də 3-cü qruplar, abituriyentlər soruşurlar. Müəllim, hansı vəsaitdən istifadə edək ki, nəticəmiz yaxşı olsun? Hətta bəzi şagirdlərimiz var ki, müəllimsiz hazırlaşırlar. Yəni, müəllim yanına getməyə imkan yoxdur. Sadəcə bir kitab oxuyum, mənə bəs eləsin. Heç test falan işləməsəm də olar mı deyə sual verilir. Mən sizə belə bir möhtəşəm bir vəsait təqdim edirəm. Dərs vəsaiti. Deməli, bütün sinifləri əhatə edir, bütün proqramı əhatə edir. Həm MİQ üçün, həm abituriyent üçün hər tərəfli bütün proqramı tam olaraq əhatə edir. Vəsaitin özəlliyi nədir? Yəni, hal-hazırda əminliklə deyə bilərəm ki, əldə, ovucda olan bütün kitabların içərisində, olanların içərisində daha səmərələsi, daha faydalısı budur. Biraz iddialı ola bilər bu fikir. Yəni, mən birinci ilim deyil ki, bu sahədəyəm. Yəni, mənim bu iddiaya bir ehtiyacım yoxdur. Mən sadəcə istəyirəm ki, bizi izləyən insanlar daha çox fayda əldə eləsin. Bu kitabı aldı, tutaq ki, oradan 1 manat, 2 manat qazandım. 1-2 manata görə adam imanı yandırmaz, axı, ayıbdır. Və alıb istifadə edənlər özləri təsdiq edə bilərlər ki, necə böyük, möhtəşəm kitabdır. Mən 100 dəfə deyim ki, burası gözəldir, orası gözəldir. Burada məsələ nədir? Bu kitabda nələr var? Deməli, açırsan, sən dimin testlərini işləyirsən, filan əsər məsələn, hansısa bir əsər. Tutaq ki, məsələn, burada nə var? Aşıq Ələsgərin 2-ci Dağlar şeiri. Dim orada nə sualları çıxardıb? Var burada. MİQ imtahanda nə kimi sual düşür? Burada var. Seyid Əzim Şirvani yaradıcılığında nə düşür? Müsbət Fəxrəddinin təhlilin, bax, bu boyda təhlil verib Ayşə müəllimə. Böyük bir, gözəl bir şəkildə təhlil verib. Yəni, biz təxminən 10 mindən çox müəllimə dərs demişik. Şagirdlər də həmçinin, həm YouTube üzərindən, həm onlayn olaraq belə. Və bu illər ərzində yaranan suallar olub ki, məsələn, uşaqlar soruşurlar, müəllim, filan əsərdə, filan məsələ, filan obrazın yanaşması nədir, filan. Və yaxud müəllimlər illər ərzində verilən sualların nəticəsində bu kitab ərsəyə gəlib. Yəni, bu kitab 3 aya, 5 aya yazılmayıb. İllərlə, bəlkə də 5 ilə, 6 ilə, 7 ilə yazılmış bir vəsaitdir. Yəni, illər ərzində bütün qrupların verdiyi ən çox yaranan problemlərdən nələr ki, ən çox soruşulur, həmin şeyləri və imtahanlarda nələr ki, çox soruşulur və hamının ən çox nədə səhv varsa, həmin şeylərin hamısını demək olar ki, bu vəsaitə cəlb eləməyə çalışmışıq. Ona görə siz bu kitabı mütləq oxuyursunuz, əmin olun ki, bu kitabı oxuyandan sonra həm kitabın dizaynı gözəldir, həm içi, deməli, adam oxumağı istəyir, həm də ki, istərsiniz adam fikir ki, bir dənə